Diqqət, hər ay maaşınızdan pul kəsiləcək. Dövlət illərdir etdiyi güzəşti niyə dayandırdı? Gündəm xəbərinin efirində məhz 3 aprel tarixli və bir məlumatı diqqətinizə çatdıracağıq. Belə ki, Azərbaycanda qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən işçilərin əmək haqlarının vergiyə cəlb olunmasında yeni bir mərhələ başlayıb. Belə ki, 2019-cu ilin yanvarın 1-dən 2026-cı ilin yanvarın 1-ədək qüvvədə olan və 8.000 manatadək əmək haqqını gəlir vergisindən tam azad edən 7 illik güzəşt xidməti müddəti artıq yekunlaşdı. Cari ilin yanvar 1 tarixindən etibarən vergi məcəlləsinə uyğun olaraq həmin sektorda çalışanların aylıq gəlirlərinin 3% dərəcəsi ilə gəlir vergisinin tutulmasına başlanılıb. Məsələ ilə bağlı Oxu 24 açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, ümumiyyətlə 2019-cu ildə muzlu çalışanların əldə etdiyi gəlirlərə görə verginin hesablanmasının dayandırılmasında əsas səbəb əmək münasibətlərinin ağardılması, qeyri-formal bazar əmək bazarı ilə mübarizə və bu prosesdə müəyyən təşviq edici mühitin yaradılmasından qaynaqlanmışdı. Belə ki, ekspert deyir ki, ötən dövr ərzində bununla bağlı təbii ki, müəyyən nəticələr oldu. Təxminən 300-400 min yeni müqavilələr bağlandı. Bundan əlavə mövcud əmək müqavilələrində göstərilən əmək haqqının səviyyəsi də əvvəlki dövrlə müqayisədə xeyli artdı. Çünki bu tədbir yalnız gəlir vergisi üzrə güzəştin verilməsi deyil, eyni zamanda sahibkarlıq subyektlərinin münasibətdə məcburi dövlət sosial sığorta haqqının işə götürənə düşən hissəsinin azaldılması və paralel həyata keçirilmişdi və təbii ki, burada əsas məqsədlərdən biri eyni zamanda işə götürənlərin əmək münasibətlərini qanunləşdirilməsi istiqamətində mövcud olan fiskal təzyiqləri və yükü azaltmaqla prosesi təşviq etməkdir. Və 2026-cı ildə bu güzəştin müddəti bitdi, amma 2026-cı ildə güzəştin müddətinin bitməsindən əvvəl 2024 və 2025-ci illərdə statistik göstəricilərin təhlili onu deməyə əsas verir ki, artıq muzlu əmək bazarında şəffaflaşma meylləri yaxud da ki, bu istiqamətdə inkişaf meylləri azalmağa başlayıb. Yəni, illik təxminən 2025-ci ildə 10 min, əvvəlki ilə müqayisədə yeni müqavilə bağlanmış və muzluların sayı artmışdı. Bu artıq təbii artım sürətinə daha çox uyğun gəlir. Nəinki təşviq edici mexanizmlər vasitəsilə proseslərin dəstəklənməsinə. Artıq bu istiqamətdə həyata keçirilən siyasət digər tədbirlərlə əhatə olunmadığı üçün ortaya qoya biləcəyi hansısa bir nəticələri qoydu və bu istiqamətdə doymuş meyllər hiss olunmaqdaydı. Və buna görə də hökumət çox böyük ehtimalla bu qərara gəldi ki, mexanizm artıq öz funksiyasını yerinə yetirib və prosesə töhfə vermə ehtimalları azdır. Ona görə də güzəştin müddəti artırılmadı və bu güzəştin müddəti 2025-ci ilin 31 dekabrında bitdi və güzəştin müddəti artırılmadı. Və paralel olaraq təbii ki, burada bu prosesin özü kifayət qədər ciddi fiskal yük formalaşdırdı. Yəni, bu vergi azad etməsinin özünün dövlətə böyük xərci var idi və hökumət bu xərci artıq eləmək istəmir.